Bilirsiniz ki, Fərrux dağ şəraitində yüksəklikdə yerləşir. Sadaladığım indi burada müəyyən şeylər var ki, məxfidir. Onları deyə bilmərik biz. Legal olaraq orada ordu yox, belə deyək də terror birləşmələri var idi. Mən sizə deyim ki, heç onlar dövlətə də əhəmiyyət vermirdi onlar. Ermənistan dövlətinə əhəmiyyət vermir. Biz gecə belə deyək, əməliyyata biz hazırlaşırdıq, tapşırığa. Adi bir günlərdəndir, döyüş günüdür, rabitə əlimizdədir. Təxminən olardı saat 11-12 radələri idi. Gec idi və belə deyək, yuxarı komandanlıqdan artıq bir yox, bəlkə sizə deyim ki, bir neçə dəfə dedi ki, əmr formasında atəşi dayandırın. Artıq düşmən təslim olub, döyüşü dayandırın. Yəni, hər bir şey dayanır. Heç kəs atəş açmır, hamı olur yerində, heç kəs bir addım qabağa da keçmir, nə o yana, nə bu yana, yerində qalır. Bu komandanı biz eşitdik. Biz eşitdik, yəni indi şəxsiyyətimiz də kənardadır. Biraz 44 gün yenə deyirəm, biz 44 günə həqiqətən də bu 30 il ərzində bilirsiniz, çözülməyən bir məsələ, o necə deyim, 30 il qalmışdı, yəni işğal altında da belə deyək. Ancaq o bir anlıqda o komandanın gəlməyi mən şəxsən kövrəldim. Mən şəxsən belə deyək, o bir daha bir gözümün önündən o lent keçdi. O döyüş, o əsgərlərimizin, zabitlərimizin qəhrəmanlığı, şəhidlər, qazilər, orada çəkdiyimiz əziyyət, ac, susuz, yarı, necə deyirlər, soyuq, şəraitdə bilirsiniz ki, Qarabağ ərazisi soyuq idi, duman, çən, hətta yağışlar tez-tez oktyabr ayında bilirsiniz, noyabr ayı çətin bir şərait idi. Bunlar hamısı mənim gözümün önündən getmir. Mənim orada indi şəkillərim var, sizə göstərmişəm. Bütün əllərim hamısı qapqaradır orada. Avtomatdan nə qədər atəş açmaq olar, nə qədər, necə deyim, torpaqla iməkləmək, torpağın üstündə oturmaq, qalxmaq, çövrən, necə deyirlər, mövqelənmək, yəni bütün hər bir şey bunlar mənim gözümün önündən keçdi və mən də bir ucadan bir, necə deyim, bir bağıraraq ki, dayandı artıq düşmən təslim oldu da, belə deyək. Bunu deyəndə hamı həqiqətən də uşaq kimi, yəni həqiqətən hamı çox sevindi. Necə deyim, yəni onu danışdıqca, yəni unutmaram. Bu mənim ömürlük, necə deyərlər, o ən böyük sevincli günlərimdən, necə deyim, fəxirli günlərimdəndir. Yəni, mənim üçün ondan gözəl bir şey ola bilməz. Yəni, həqiqətən çox sevindim. Mən istəyərdim Fərrux əməliyyatından da danışasınız. Həmən əməliyyatın strateji əhəmiyyəti nə idi? Bilirsiniz ki, Vətən müharibəsindən sonra düşmən Xocavənd, sonra Əsgəran istiqamətində ümumiyyətlə bir çox antiterrora qədər ərazilərimizdən tam çıxmamışdı. Yəni, onlar kapitulyasiya aktını, belə deyək ki, bəndlərini demək olar ki, tam olaraq yerinə yetirməmişdir. Və biz ordu olaraq, ordunun bir mənsubu olaraq, bir zabit kimi, yəni bizim şəxsi heyət təbii ki, buna hazırlıq, yəni belə deyək də, təlim məşqlərimiz bizim o əməliyyata qədər oldu. Yenə də biz məşqlər, təlimlər keçirdik. Bilirsiniz ki, Fərrux dağ şəraitində yüksəklikdə yerləşir. Meşə dağ şəraitidir. Ora Xaçın su anbarından yanından keçib oradan daxil olursan yuxarı və sülhməramlı qüvvələr orada mövcud idi. Sülhməramlı qüvvələr mövcud idi. Belə deyək ki, mənim olduğum bölməm, deyək ki, bizim Ensali hərbi hissənin bir ayrıca bölməmiz digər Tərtərdə yerləşən Ensali hərbi hissənin bölməsi ilə tapşırığa biz, belə deyək, tapşırıq alındı. Və biz gəldik orada Ağdamın Qızıl Kəngərli ərazisində Ensali hərbi hissə yerləşirdi. Bizi ora verdilər, belə deyək, tabeçiliyinə.
mənim olduğum tabor. Orada Mollalar kəndi yerləşir. Mollalar kəndində orada da kənd orta məktəb var idi. Şəxsiyyətimiz orada yerləşmişdi, dislokasiya yerimiz oraydı. Və bir neçə gün qabaq da yenə son hazırlıqlarımız getdi bizim və mart ayının 24-ü. Mart ayının 24-ü günü biz günün gündüz çağı Novruz bayramından demək olar ki, dərhal sonra. Günün gündüz çağı bilirsiniz, orada da yüksəkliklərdə, meşənin içində də sizə deyim ki, qalın qar örtüyü var idi. Hava da çox soyuq idi. Şəxsi heyətin həm təminatı da çox yüksək səviyyədə hazırlıq işləri görülmüşdü. Həm mənəvi, psixoloji vəziyyət, həm döyüş hazırlığı, hamısı hazır vəziyyətdə idi. Və əməliyyat demək olar ki, bir neçə saat ərzində baş verdi. Və bizim şəxsi heyətin peşəkarcasına davranmağı, həmin o bölmə ilə bərabər, yenə deyirəm, İnsali Hərbi hissənin komando birliyi idi. Onlarla bərabər bizim bölmə qatıldı və orada iştirak elədi uğurla. Yüksəkliklər həmin təbii ki, Ağdamdakı, Qızıl Kəngəldəki briqadanın da orada böyük rolu var. Tək yenə deyirəm, bizim bölmə burada bölməmizin ondan savayı da, yəni digər bölmələrində burada böyük əməyi var. Sadaladığım indi burada müəyyən şeylər var ki, məxfidir, onları deyə bilmərik biz. Yəni o bölmələrlə bərabər biz Fərrux yüksəkliyi ələ keçirildi. Yəni azad olundu. Düşməndən təmizləndi. Düzdür, biz meşə şəraitində və onlar yüksəklikdə idi. Biz yenə də aşağı istiqamətdən onların üzərinə hərəkət edirdik. Təbii ki, bizim orada düzdür, şəhid olmadı. Şükürlər olsun. Orada yaralı bir neçə bizim müddətdən artıq çavuşlarımız bədən nahiyəsindən, ayaq nahiyəsindən yüngül güllə yarası almışdılar. Biz tapşırığı layiqincə düzgün yerinə yetirdik. Təbii ki, onlar da bu vəziyyətdə artıq orada qala bilməzdi. Silahlarını, o özlərində olan bütün belə deyək, təminatı, hər bir şey qoyub qaçmışdılar. Və biz orada yerləşdik. Mənim bölməm də düzdür. Ağdamdakı o bölmə tam olaraq o postlar orada yerləşdirəndən sonra mənim bölməm bundan sonra həmin bölmələrə müəyyən təminat işlərinə də biz kömək olduq. Bir neçə ayda orada qaldıq, xidmətimizi davam elədik. Hətta biz yay ayına qədər, 22-ci ilin, demək olar ki, iyul aylarına qədər ezam kimi gedirdik. Biz orada bütün oranın təminatıdır, yüksək səviyyədə biz köməklik elədik, qaldıq orada. Bəs Anar bəy, antiterror əməliyyatı necə? Onun hansı əhəmiyyəti var idi? Digər döyüşlərdən fərqləndirən cəhəti nələr idi? Antiterror əməliyyatlarından belə deyə bilərəm ki, mən antiterror əməliyyatlarında artıq ideoloji iş və mənəvi psixoloji təminat bölmə rəisinin baş köməkçisi vəzifəsində idarə heyətində xidmətimi davam etdirdim. Kəlbəcərdə yerləşirdi bizim hərbi hissə və hərbi hissəmiz həmişə olduğu kimi əməliyyatlardan qabaq günbəgün döyüş hazırlığını, mənəvi psixoloji hazırlığını biz artırırdıq və biz bunu gözləyirdik. Təbii ki, düşmən, yenə deyirəm, kapitulyasiya aktına əməl eləmirdi, çıxmırdı. Yəni, bilirsiniz ki, orada qeyri legal olaraq orada ordu yox, belə deyək də, terror birləşmələri var idi. Terror birləşmələri vardı. Yəni, hətta mən sizə deyim ki, heç onlar dövlətə də əhəmiyyət vermirdi onlar. Ermənistan dövlətinə əhəmiyyət vermir. Yəni, bizim çağırışlara, bizim, necə deyərlər, o, belə deyək, bildirişlərə məhəl qoymurdular. Və günbə-gün də bizim kəşfiyyat məlumatları izlənilirdi, an-bağan. Mən Ağdamda xidmət eləyəndə də o xəttə bizim bölmələr tərəfindən, həm Kəlbəcərdə də bizim kəşfiyyat optik cihazları ilə onlar yenə də məhəl qoymurlar. Səngərlər qazırlar, mühəndis işləri qururlar, sürprizlər hazırlayırlar. Yəni, yenə də öz o məkirli, o çirkin əməllərindən əl çəkmirdilər. Hətta onları biz izləyirdik ki, orada hərbi birləşmələrdən əlavə mülki geyimdə də kimsə ora gəlir, onlara nə bilim yemək gətirir, ərzaq gətirir. Nəsə də belə onları o ərazilərdən çıxmırlar.
Və hətta mən bir şey də vurğulayım ki, biz Kəlbəcərdə olanda ön xətt istiqamətində bu Vəng ərazisində, belə deyək, Xudavəng bir Ağdərə istiqaməti də. Oradan biz məlumatlara gecə belə deyək, bizim kəşfiyyatçılar fasiləsiz müşahidə zamanı biz görürdük ki, artıq onlar başlayırlar ərazini minalamaya. Çünki onlar artıq bilirlər ki, biz hazırlıq işləri gedir və onlar da bu işlər necə deyirlər, təbii ki, bu işləri görürlər. Və səhər saatlarında artıq biz tapşırıqlarımızı aldıq. Hər kəs, hərbi hissə komandirimiz, belə deyək, bizim cənab polkovnik Rasim Əliyev, onun xüsusi vurğulamaq istəyirəm. Bizim cənab polkovnik Zülfüqar Abdullayev, onun xüsusi əməyini vurğulaya bilərəm. Korpus komandirimiz başda olmaqla. Yəni, nəinki bizim briqada, bizim komando birliklərimiz, bizim bölmələrimiz müştərək olaraq, belə deyək, Xudavəng istiqamətindən biz hücum əməliyyatı başlandı. Və bilirsiniz ki, sülh məramlı qüvvələr də kontingent orada var idi. Mən bir bölmə rəisinin baş köməkçisi olaraq orada xüsusi mənim bir, necə deyərlər, təxliyədir, yaralı şəhidlərin haqqında məlumatlardır. Vaxtında mən öz bölməmdən, nəinki bölməmdən, yəni bir korpus olaraq biz orada birlikdə digər bölmələrin müavinlərlə, şəxsiyyət üzrə müavinlərlə bərabər biz xüsusi tapşırığımız var idi ki, yəni belə deyək ki, bizim bu döyüşlər zamanı həm itkilərdir, həm şəhidlərdir, yaralıları, onların belə deyək, reabilitasiya olunmasıdır. Ondan sonra, yəni qeydiyyatıdır, açotudur, çotu, yəni bunlar bu kimi şeylərin bizim üzərimizə düşür. Və təbii ki, komando birliklərimiz bizim üzərimizə düşən birliyin, bölməmizin, briqadamızın və korpusumuzun üzərinə düşən tapşırıq belə deyək, Vəng istiqamətindən Sərsəng su anbarına qədər düşmən tapdağından azad olundu. Tapşırığımız, yəni bizim digər qoşun birləşmələr də digər istiqamətlərdən də hücuma keçir. Sadəcə olaraq mən öz bölməm haqqında məlumat bildirmək istəyirəm ki, yəni bizim tapşırığımız da Sərsəng su anbarına qədər idi. Və orada döyüşlər zamanı xüsusi vurğulamaq istəyirəm, orada komando briqadası Daşkəsənin xüsusi onların zabitlər, gizirlər, müddətdən artıqları, hamısı xüsusi onların şücaəti olmuşdur. Bizim öz hərbi hissəmizin tabur komandirlərimiz, müavinləri, şəxsi heyət, onların da çox böyük əməyi olmuşdur, başda bizim komandirimiz olmaqla. Və bununla paralel bizdə ümumiyyətlə bilirsiniz ki, bizim yerləşdiyimiz Kəlbəcərdə briqadanın Zod istiqamətində də mövqelərimiz var. Dövlət şərti sərhəddə bizim o düşmənlə Zod istiqamətində oranı da biz artıq düşünmüşdük ki, biz buradan düşməni təmizləmə əməliyyatıdır, lokal antiterror əməliyyatıdır, belə deyək, çıxartmalıyıq onları. Amma bir yandan da bilirik ki, biz düşmən bu istiqamətdən də, o Zod istiqamətindən də keçə bilər. Biz oranı da düşünmüşdük və orada da çox yüksək səviyyədə komandirimiz bu işi təşkil eləmişdi. Cənab polkovnik yüksək səviyyədə təşkil eləmişdi və düzdür, düşmən artıq belə deyək, ağ bayrağı qaldırmışdı. Mən sizə deyim ki, bilirsiniz də, lokal antiterror əməliyyatı cəmi 23 saat 50 dəqiqə. Yəni tam olaraq 24 saat tamamlamadı. Yəni yüksək səviyyədə tapşırığı biz yerinə yetirdik. Düzdür, yenə də deyirəm, döyüş itkisiz olmuş, şəhidlərimiz də oldu. Tankçı bölməsindən var idi, komando bölməsindən şəhidimiz oldu. Allah onlara rəhmət eləsin. Bizim qazilərimiz oldu, orada yaralandı. O meşələrdə onlar düşdülər minəyə, o uşaqlar. Mən xatırlayıram, çünki onların qeydiyyatını hamısını bir-bir mən özüm aparmışam. Biz şəxsiyyət üzrə müavin zabit yoldaşlarımızla bərabər. Yəni, belənçilər. Çox bu əməliyyatdan sonra da biz bir daha
sübut etdik ki, Qafqazda biz güclü orduyuq. Dünyada biz güclü orduyuq. Təltifləriniz barədə istəyərdim qısa məlumat verərdiniz. Təltiflərim barədə mən 21 ilə yaxın hərbi məktəblərlə birlikdə 21 ilə yaxın xidmət etmişəm Azərbaycan ordusunda. İlk medalım leytenant hərbi rütbəsi Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində 90 illik, bilirsiniz ki, Silahlı Qüvvələrin yaranmasının 90 illə əlaqəli cənab general Lənkəran Əliyev tərəfindən təltif, necə deyim, Lənkəran Əliyevin əlindən medal almışam. Unutmaram onu. Müdafiə Nazirinin əmrinə əsasən. Daha sonra 95 illik yubiley medalı, 100 illik yubiley medalı, Azərbaycan ordusunda 10 il qüsursuz xidmətlərə görə medalım, Azərbaycan ordusunda 15 il qüsursuz xidmətlərə görə medalım, daha sonra Vətən müharibəsində yaralandığıma görə ölkə başçısı cənab prezident tərəfindən Cəsur Döyüşçü medalı, Füzulinin, Xocavəndin azad olunması medalı, hərbi xidmətdə fərqlənmə 3-cü dərəcə medalı, Vətən müharibəsi iştirakçısı medalı, daha sonra Azərbaycan ordusunda 20 il qüsursuz xidmətlərə görə medalları ilə təltif olunmuşam. 2-ci dərəcəli məharət dərəcəsi var. Məndə belə. Çox sağ olun Anar bəy, təşəkkür edirəm. Sizin fikirləriniz, müharibə ilə bağlı, hərbi ilə bağlı olan xatirələriniz bizim üçün çox dəyərlidir. Əziz izləyicilər, unutmayaq ki, bu gün rahat yaşamağımızın səbəbi qazilərimizdir, şəhidlərimizdir. Onları heç vaxt unutmamalıyıq. Sağ olun, özünüzə yaxşı baxın. Hələlik.